Salam, deməli, növbəti dəfə, dördüncü dəfə artıq canlı yayım açıram Facebookda. Əvvəldən məlumat verim ki, bu yayım Facebookda canlı yayımdır. Daha sonra lenta alındı, YouTube-a yüklənir. Ona görə də müəyyən problemlər olarsa, həm keyfiyyət, həm də digər problemlər məhz buna görədir. Bundan əlavə, demək, yayım ərzində hər cür sual, tənqid və fikirlərə də cavab verəcəm şərhlərdə. Mövzumuz deməli olacaq İsrail niyə hazırki hücumunda Amerika Birləşmiş Ştatları ilə İsrailin İrana etdiyi 2 gün əvvəl başlatdığı bu hücumda niyə məğlub olmalıdır? Niyə dünyaya, bütün insanlığa və regiona İsrailin bu mövzuda məğlubiyyəti lazımdır? Bu haqda danışacağım. İndi azca gözləyim, biraz izləyici yığılsın canlı yayımda. Başlayırıq. Məncə başlaya bilərik. Deməli, 28 fevralda səhər tezdən oyandık ki, İsrail və Amerika Birləşmiş Ştatları artıq uzun müddətli gözlənilən hücuma başlayıb. Yəni, mən bu haqda onsuz da keçmiş yayımlarda da tez-tez danışırdım və deyirdim ki, bu hücumun çox qısa müddətdə, çox tezliklə olacağını gözləyirəm. Artıq Amerika Birləşmiş Ştatları səhv eləmirəmsə, dekabr ayından bəri öz hərbi donanmasını İran ətrafına yığırdı, Hind okeanına və Hörmüz körfəzi ətrafına yığırdı. Hörmüz boğazı və İran körfəzi ətrafını yığırdı və təbii ki, aydın idi hər şey ki, məqsəd günün sonunda İsrailin yaxın şərqdəki ən böyük təhlükəsizlik problemi olan İranın məhv olunmasıdır və İranda rejim dəyişikliyidir. Və bundan sonra artıq Amerika Birləşmiş Ştatları öz hərbi donanmasını Hind okeanına, İran ətrafını yığmağa başlayandan sonra Genevada, İsveçrənin Geneva şəhərində bir danışıqlar başladı. Diplomatik yolla məsələnin həll olunması ehtimalı yarandı. Amma burada bir problem var idi. Burada problem ondan ibarət idi ki, əvvəl əslində artıq uzun illərdir ki, Obama dövründə, Obama administrasiyası dövründə də bağlanmış müqavilədə əsas tələb həmişə İrandan bu olurdu ki, o nüvə silahını istehsal eləmək hədəfini bir növ hədəfindən yayınsın və nüvənin uranyumu zənginləşdirilməsi prosesi də ya dayansın, ya da zəiflədilsin. Elə həddə zəiflədilsin ki, o yalnız atom elektrik stansiyaları üçün və mülki tibbi məqsədlərlə istifadə oluna biləcək bir uranyum halına gətirilsin. 2015-ci ildə bununla bağlı Obama administrasiyası ilə o vaxtki İran hökuməti arasında onsuz da anlaşma olmuşdu. Və bu anlaşmaya əsasən sanksiyalar müəyyən qədər yumşaldılırdı. İran da öz uranyum zənginləşdirmə prosesini dayandırırdı. Bu təbii ki, heç vaxt İsrailin xoşuna gəlməmişdi və İsrail o dövrdə də buna qarşı çıxmışdı. Yalnız 2016-cı ildəki seçkilərdə Trump hakimiyyətə gələndən sonra və artıq İsrailə daha yaxın və İsraillə daha yaxşı yola gedən bir prezident Amerikada hakimiyyətə gəlmiş olandan sonra İsrailin təzyiqləri ilə Amerika Birləşmiş Ştatları həmin müqavilədən çıxdı və sanksiyaları təzədən sərtləşdirdi. Həm bundan sonra da İran yenidən uranyum zənginləşdirməsi prosesini bərpa elədi. İsrail bunu onunla əsaslandırırdı ki, onlar İranın həm İsrail, həm də Amerika Birləşmiş Ştatları müqavilədən çıxanda onunla əsaslandırırdı ki, onlar İranın verdiyi sözə uranyum zənginləşdirmə prosesini dayandırmaq yaxud zəiflətmək sözünə inanmırlar. Təbii ki, bu bəhanə idi. Onsuz da məsələ ancaq İranın nüvə silahı yaratmaq istəməyi ya da uranyum zənginləşdirməsi deyildi. Çünki İran bu mövzuda onsuz da həmişə bəyan edib ki, geri addım atmağa razıdır. Bu mövzuda danışıqlara və sanksiyaların yumşaldılması qarşısında bu məqsədindən imtina eləməyə razıdır. Amma heç vaxt demək olar ki, nə İsrail, nə Qərb dövlətləri bu mövzuda yumşaltmayıblar mövqelərini. Və Genevada danışıqlar başlayanda İranın onsuz da nüvə silahı mövzusunda, uranyumun zənginləşdirilməsi mövzusunda güzəştlərə gedəcəyini bildikləri üçün onlar əlavə şərtlər də ortaya qoydular. Şərtlərdən biri bu idi ki, ballistik raketlərin istehsalı dayandırılsın, onların sayı artırılmasın və hətta olan raketlər də ləğv edilsin və ya onların demək çata biləcəyi məsafə azaldılsın, yəni zəiflədilsin. Bir də tələb qoydular ki, yaxın şərqdə İran öz müttəfiqlərinə, hansı ki ona müqavimət oxu deyilir, İngiliscə Axis of Resistance deyilir və İranın müttəfiqləri və ya proksiləri olan qruplara dəstəyi azaldılsın və ya ümumiyyətlə dayandırılsın. Bunlar da təbii ki, İraqdakı xalq mobilizasiya qrupları, Fələstindəki Həmas
Livandakı Hizbullah və Yəməndəki Ənsarullah, yəni Husilər kimi bilinən Ənsarullah qrupunu təşkil edir. Əvvəl bura Suriyadakı hökumət də daxil idi, amma 2024-cü ilin dekabrında Heyət Təhrir Şamın Əsədə devirməsindən sonra Suriya artıq bu müqavimət oxundan ayrıldı və həm də Tehran-Beyrut yoluna bu müqavimət oxunun nəzarəti itirməsindən sonra da Livandakı Hizbullah qrupu da əsasən öz gücünü itirməyə başladı. Həm də İsrailin qurudan Cənubi Livanı işğal etməsi ilə birlikdə. Sözüm ona gəlir ki, bu Cenevradakı danışıqlar başlayanda əslində ağlı başında olan hamı bilirdi ki və yazırdı ki, bu danışıqlar sadəcə Amerika Birləşmiş Ştatlarının həm öz donanmasını İranın ətrafına yığanda, həm Yaxın Şərqə öz hərbi hava qüvvələrini və havadan müdafiə sistemlərini yığanda sadəcə vaxt qazanmaq üçün uydurduğu bir şeydir. Bu da məqsəd onsuz da günün sonunda İranın danışıqlardakı tələblərdən imtina etdiyini demək və bu bəhanə ilə hücuma keçməkdir. Yəni onsuz da onlar tələbləri elə qoymuşdular ki, məsələn, ballistik raketlərin istehsalının dayanması və ümumiyyətlə İranda İsraili vura biləcək heç bir formada ballistik raketlərin olmaması tələbi, yəni heç bir dövlət onsuz da buna razılaşa bilməz. İranın da nəzərə alanda ki, ən böyük təhlükəsizlik məsələsi İsraillə bağlıdır. Onsuz da onlar İsraili vura biləcək bütün texnologiyalardan imtina etmək tələbi ilə razılaşa bilməzdilər. Belə bir şey mümkün deyildi. Nəzərə alanda ki, keçən iyun ayında da biz gördük ki, onsuz da İranın İsraili hədəf almaq üçün, İsraili zərbə altında qoymaq üçün yeganə vasitəsi, yeganə texnologiyası onun ballistik raketləridir. Çünki həm hava müdafiə sistemləri İsrailin xüsusilə F-35-lərini dayandırmaq üçün əlverişsizdir, həm də özünün dronları və hərbi təyyarələri gedib İsraili vuracaq qədər texnoloji cəhətdən inkişaf etmiş deyil və onlar həm yolda İordaniya tərəfindən, həm Küveyt, həm Səudiyyə Ərəbistan tərəfindən də zərərsizləşdirilə bilirlər. Bu cəhətdən İranın ballistik raketləri özünü İsrailə qarşı müdafiə etmək üçün yeganə vasitəsidir. Və hücum başladı. 28 fevral günü səhər tezdən oyandıq ki, hücum başlayıb və hücumun ilk mərhələsində sonradan öyrəndik, bunu təbii ki, bir gün sonradan öyrəndik ki, İranın ali dini lideri Əli Xamenei öldürüldü və digər çox sayda generallar, çox sayda İranın əsas idarə edici təbəqəsində olan insanlar öldürüldü və hücum ya da bəlkə bundan sonraki mərhələdə işğal başladı. Bu da məsələ ondan ibarətdir ki, İsrail artıq çox uzun müddətdir ki, bütün Qərbin dəstəyi ilə birlikdə, yəni bu da yalnız Amerika Birləşmiş Ştatlarından getmir söhbət. Bütün Avropa Birliyi, bütün NATO, hər cür formada Yaxın Şərqdə Qərblə yaxşı münasibətlərə sahib digər dövlətlər, Səudiyyə Ərəbistanı, Körfəz monarxiyaları, hətta indi Suriyanın özü, Livandakı legitim hökumət, Misir, yəni bütün bunlarla birlikdə, bütün bu qüvvələrin dəstəyi ilə İsrail Yaxın Şərqdə öz hegemoniyasını qurmaq istəyir. İsrail Yaxın Şərqdə elə bir gücə çevrilmək istəyir ki, o yalnız öz ərazisini genişləndirməklə, Fələstinin işğalının tanınması ilə, yeni Fələstində, Qərb sahilində və Qəzzada yeni yaşayış yerlərinin salınması və Yəhudi əhalinin daha geniş əraziyə yayılması ilə yox, həm də ümumiyyətlə bütün regionda ona təhdid olan, yox yalnız, ona təhdid ola biləcək bütün qüvvələrə nəzarət eləsin, onların hamısını təzyiq altında, nəzarət altında saxlasın. Bununla bağlı məsələ əslində çox keçmişə qədər gedə bilərik, amma əsas İsrailin öz qonşularına, birbaşa qonşularına baxanda əslində məsələ aydın olur. Məsələn, İsrailin şərq qonşusu İordaniyada krallıq var və bu krallıq, baxmayaraq ki, tamamilə bir diktaturadır, tamamilə mütləq monarxiya hökm sürür. Heç vaxt Qərbdən tənqid eşitmir, heç vaxt Qərb təşkilatlarından, hökumətlərindən bu krallığa, bu monarxiyaya qarşı heç vaxt tənqid olmur. Çünki onlar İsraillə və Amerika Birləşmiş Ştatları ilə çox yaxındırlar. Bütün orduları demək olar ki, onların nəzarətindədir və hətta İranla İsrail həm keçən yay toqquşanda, həm indi hərbi münaqişə yaşayanda məhz İordaniya İranla İsrailin arasında dayandığı üçün İranın atdığı raketlərə və göndərdiyi dronları öz hava sahəsində zərərsizləşdirir və bunu açıq bəyan edir. Amma İsrail eyni formada İordaniya hava sahəsindən keçib İrana nəsə göndərəndə, təyyarə göndərəndə, dron göndərəndə yaxud hər hansı formada havadan hücum eləyəndə İordaniya eynisini İsrailə qarşı eləmir. Eyni formada Livanda, İsrailin şimalında, onsuz da İsrail Litani çayının cənub sahilini işğalda saxlayır. Artıq müəyyən müddətdir ki, İsrail orada hərbi əməliyyatları keçirmək bəhanəsi ilə Livanın cənubunu işğal edib və çıxmır. Baxmayaraq ki, anlaşma var idi. Hizbullah
o da silahsızlanacaqdır və oradakı bütün qrup qoşunlarını çıxardacaqdır və bunun qarşılığında İsrail də geri çəkiləcəkdir və ora nəzarət BMT-yə və Beyrutdakı legitim Livan hökumətinə veriləcəkdir. İsrail buradan çıxmadı və işğal altında saxladı. Və eyni formada Livandakı legitim hökumət də həm Amerika Birləşmiş Ştatları ilə, həm Səudiyyə Ərəbistanı ilə, həm də İsrail ilə kifayət qədər normal münasibətlərə sahibdir və onların dediklərindən çox da kənara çıxmır. Amma təbii ki, Hizbullah həm hərbi qüvvə kimi, həm də Livanın daxilində sosial və siyasi qüvvə kimi, partiya kimi çox güclü olduğu üçün nəzarəti çox da təmin edə bilmirlər. Bundan əlavə İsrailin şimal-şərq qonşusu Suriya. Suriyada məsələ bundan ibarətdir ki, Bəşər Əsəd var idi, hansı ki o İsraillə düşmən idi və İsraillə konfliktli idilər çox uzun müddətdir. Amma Suriyada onsuz da İsrail 1967-ci ildən bəri Golan təpələrini işğalda saxlayır və hətta bu işğal Donald Trump'ın ilk administrasiyası dövründə 2016-cı ildən sonra Amerika Birləşmiş Ştatları tərəfindən legitim olaraq tanındı və artıq Amerika Birləşmiş Ştatları da həmin ərazini İsrailin yalnız de facto yox, həm də de jure ərazisi sayır. Bundan əlavə 2024-cü ildə Trump'ın özünün, hətta Netanyahu'nun da özünün də dediyi kimi İsrailin köməyi ilə orada müxalifət hakimiyyəti ələ keçirdi və 8 dekabr 2024-cü ildə bu rejim dəyişikliyindən İnqilabdan sonra İsrail hərbi hava qüvvələri hücuma keçdi və Suriyanın olan qalan bütün hava qüvvələrini və bütün dəniz qüvvələrini məhv elədilər ki, hətta yeni gələn və Amerika Birləşmiş Ştatları ilə normal münasibətlər qurmağa çalışan Dəməşq hökuməti də nə vaxtsa İsrailə istəsə belə təhdid yarada bilməsin. Yəni məsələ ancaq onların təhdid yaratma niyyətində olub olmaması, belə bir istəyinin olub olmaması deyil. Orada hansı hökumət olur olsun, İsrail istəyir ki, öz qonşuluğunda olan, öz yaxınlığında olan heç bir hökumətin hətta istəsə belə bir gün səhər oyanıb elə bir istəyə düşsə belə İsrailə heç bir formada ziyan verə biləcək gücü olmasın. İsrailin qərbində olan Misir dövləti, hansı ki çox böyük dövlətdir və əslində tarixdən onların döyüşləri var, həm Nasır dövründə, həm daha sonra 2011-ci ildə Ərəb Baharının ilk dövründə orada inqilab oldu və Misir tarixindəki ilk seçki, yəni qədim Misirdən bəri ilk dəfə bir hökumət seçki ilə Misir xalqı tərəfindən seçildi və ora İxvançı kimi bilinən Məhəmməd Mursi prezidentliyə gəldi. Çox qısa müddət sonra, çünki Mursi İsraillə yola getmirdi və Fələstinli qrupları dəstəkləmək onun ideoloji seçimi idi. Çünki Fələstindəki o əsas, Qəzzadakı əsas qrup olan Həmas həm də qlobal olaraq İxvan, müsəlman qardaşlar cəmiyyətinə, yəni o geniş çadıra üzvdür. Mursi də onun üzvü idi və çox qısa müddət sonra Misirdə general Abdülfəttah Sisi hərbi çevriliş elədi və Mursini devirdi, həbsə saldı, adam da həbsdə öldü. Və Sisi hakimiyyətə gələndən sonra nə oldu? Fələstinli qruplarla heç bir formada münasibətləri yaxşılaşdırmadı, hətta zəiflətdi və Amerika Birləşmiş Ştatları ilə İsrail ilə tam yaxşı yola getməyə başladı. Yəni İsrailin öz ətrafındakı bütün qonşularına baxanda görürük ki, çox dəqiq, çox kəskin bir hegemoniya var. İsrailin istəmədiyi heç bir hökumət, heç bir formada bu dövlətlərdə hakimiyyətə gələ bilmir. Hətta yalnız onun istəmədiyi hökumətlərin hakimiyyətə gəlməsi məsələsi deyil. Amerika Birləşmiş Ştatları ilə NATO ilə İsrailin arasında həm yazılı, həm sözlü çox dəqiq, çox kəskin bir anlaşma var ki, bu heç vaxt pozulmur. Amerika Birləşmiş Ştatları, NATO dövlətləri bu İsrailin ətrafındakı dövlətlərə hansısa formada silah, sursat, hərbi texnologiya satanda, onlarla hansısa formada texnologiya paylaşanda, hərbi məlumat paylaşanda, birlikdə təlim keçirəndə, hər hansı formada bunlarla hərbi sahədə əlaqəyə girəndə İsrailə əvvəlcədən xəbər verilməlidir və İsrail yalnız razılaşarsa həmin silah satışı, sursat satışı, texnologiya paylaşılması baş tuta bilir. Yəni İsrailin razılığı olmadan, rəsmi olaraq Netanyahu'nun, onun hökumətinin razılığı olmadan sözlü və yazılı formada Amerika Birləşmiş Ştatları Livana, İordaniyaya, Suriyaya, Misrə, Səudiyyəyə və regiondakı ümumiyyətlə heç bir dövlətə silah satmır, silah vermir, təlim keçirmir, texnologiya paylaşmır. Yəni bu yazılıdır. Amerika Birləşmiş Ştatları üçün Amerika Birləşmiş Ştatları ilə İsrail arasında bu məsələ yazılı formada rəsmiləşdirilib ki, heç vaxt Amerika Birləşmiş Ştatları bu dövlətlərə İsrailin razılığı olmayan heç bir formada silah satmır. Məsələn, bu razılığa rəsmi olaraq Türkiyə daxil deyil. Türkiyə bir NATO dövlətidir və Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı münasibətlər normalda İsrailin razılığından keçməməlidir. Heç vaxt da keçməyib. Amma məhz F-35 təyyarələri istehsal olunmağa başlayandan sonra, artıq rəsmi istehsal prosesi başlayandan sonra ki, onlar satılmağa, paylanmağa başladı proyektin
digər üzvlərinə və proyektin ən böyük üzvlərindən biri də Türkiyə idi. Türkiyə həm F-35-in hissələrinin istehsalında iştirak eləmişdi, həm də çox böyük sərmayə ayırmışdı o təyyarələrin istehsalına və nəhayət Türkiyəyə gəlib çatmasına. Amma Amerika Birləşmiş Ştatları Türkiyəyə həmin təyyarələri vermədi. Bu ilk dövrdə təbii ki, onunla əsaslandırıldı ki, Türkiyədə S-400 hava müdafiə sistemləri var və həmin hava müdafiə sistemlərinin olduğu ölkələrə F-35 verilə bilməz ki, güya kəşfiyyat məlumatları hər hansı formada S-400-ə keçirilməsin, Rusiyanın əlinə düşməsin. Belə bir əsaslandırma ilə əsaslandırıldı. Amma sonra Türkiyə en qədər mövzuda güzəştə getməyə razılaşdı. S-400-lər onsuz da heç vaxt aktivləşdirmədilər. S-400-lər hələ də ambarda saxlanılır və heç vaxt işlədilməyib, heç vaxt aktivləşdirilməyib, heç vaxt hərbi məqsədlə hansı formada quraşdırılmayıb. Buna baxmayaraq artıq 7-8 il ya bəlkə daha uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları heç bir formada F-35-ləri Türkiyəyə təhvil verməyə razılaşmır. F-16-ları modernləşdirməyə razılaşır, artıq F-16 satmağa razılaşır, amma heç vaxt, heç bir formada F-35-lərin Türkiyəyə təhvil verilməsinə razılaşmır. Baxmayaraq ki, Türkiyə bunun üçün pul ödəyib, bunun üçün istehsal prosesində iştirak edib, buna razılaşmırlar. Yəni bunun da görən gözlər üçün İbrət Fazarvet kimi, görən gözlər üçün, başa düşənlər üçün bunun əsas səbəbi İsrailin vetosudur. İsrailin bu keçən yay, həm son 2 gündə İrana olan hücumlarında, amma yalnız İrana yox əslində, İsrailin 2023-cü ildən bəri bombaladığı yaxın şərq dövlətlərini sayar. Livan, Fələstin, Suriya, Qətər, İran və səhv eləmirəmsə İraq. Səhv ola bilər burada, amma İraqda bu Həşd Şabi qrupları, İrana yaxın olan silahlı qrupların bombalanması ya Amerika Birləşmiş Ştatları həyat keçirmişdi, ya da İsrail həyat keçirmişdi. 2 gün əvvəl də baş verdi, səhv eləmirəmsə. İsrail yaxın şərqdə bu dövlətləri bombalayanda həmişə ona ən böyük üstünlüyü F-35-lərin varlığı verir. Çünki F-35-lərin texnologiyası yaxın şərqdəki heç bir dövlətin əlində olan hava müdafiə sistemləri tərəfindən tutula bilmir. Onlar heç bir formada vurula bilmir və İsrail istəmir ki, Türkiyədə bu silahlar olsun. Çünki Türkiyədə F-35 təyyarələrinin olması o deməkdir ki, Türkiyə həm sabah potensial bir İsrail hücumunda onun qarşısını ala bilər öz F-35-ləri ilə, həm də nə vaxtsa o qədər eskalasiyaya getsələr, həm Suriya hava sahəsində, hansı ki orada İsrail ilə Türkiyənin maraqları toqquşur, həm də tez-tez hər ikisinin təyyarələri həmin ərazidə uçmalı olurlar. Ya da başqa bir ərazidə İsrail ilə Türkiyə toqquşmasında Türkiyə hava üstünlüyünü ələ keçirə bilər, yaxud İsrailin hava üstünlüyünü ələ keçirməsinə mane ola bilər. Yəni buna görə Türkiyəyə F-35-lər verilmir. Erdoğan Trump vasitəçiliyi ilə en qədər vaxt yoxlayıb ki, İsraili razı salsın ki, biz sizə hücum eləmək niyyətində deyilik, bizim sizdən heç bir problemimiz yoxdur. Hətta Həması silahlandırmır Türkiyə uzun müddətdir, yəni çox ciddi dəstək vermir, yalnız siyasi və retorik dəstək verməyə çalışır və diplomatik yollarla bu məsələnin həllinə çalışır. Buna baxmayaraq İsrail bir mənalı şəkildə Türkiyəyə etibar eləmir və ümumiyyətlə İsrail açıq formada deyə bilərik ki, öz regionunda olan, yaxın şərqdə olan heç bir müsəlman dövlətinə etibar eləmir. Onları həmişə nəzarətdə saxlamaq istəyir, onlara satılacaq silahların, onlara veriləcək texnologiyaların nəzarətini öz əlində saxlamaq istəyir. Hətta onları da kimin hökumətdə olacağını, o hökumətlərin necə davranacağını da özü müəyyən etmək istəyir. Yəni artıq bunu qurmaq istəyir, bunu yaratmaq istəyirdən keçib söhbət. Açıq formada deyə bilərik ki, yaxın şərqdə İsrailin bir dominasiyası qurulub. İsrail bu dəqiqə yaxın şərqdə hegemon dövlətdir. Onsuz da İsrail bunu açıq bəyan eləmədən nüvə silahlarını əldə eləyəndə aydın idi ki, məqsəd yaxın şərqdə dominasiya qurmaqdır. Çünki əgər bir regionda yalnız bir dövlətin nüvə silahı varsa, o dövlət çox rahat şəkildə hegemon olur. Məsələn, Cənubi Asiyada Hindistan nüvə silahı əldə etdi. Heç kim mane olmadı ki, Pakistan da nüvə silahı əldə eləsin. Düzdür, sözdə qarşı çıxdılar, amma bilən bilir deyəndə ki, yəni təxminən hamı bilir ki, Amerika Birləşmiş Ştatlarının dəstəyi oldu ki, Pakistan nüvə silahını əldə etsin və 90-cı illərdə Hindistandan sonra Pakistan da nüvə silahı əldə etdi və Cənubi Asiyada nüvə silahları ilə bağlı balans yarandı. Yəni artıq Hindistan tək başına nüvə silahı istifadə edə bilməyəcək vəziyyətə gəldi. Bunun sayəsində böyük müharibənin, böyük eskalasiyanın da qarşısı alındı. Şərqi Asiyaya baxanda Şimali Koreya, Koreya Xalq Demokratik Respublikası və Çində nüvə silahları var. Düzdür, Cənubi Koreyada, Yaponiyada, Tayvanda, Filippində nüvə silahları yoxdur, amma Amerika Birləşmiş Ştatları öz nüvə silahlarını həmin dövlətlərə yerləşdirə bilir və
potensial bir konfliktə, potensial bir eskalasiyada Amerika Birləşmiş Ştatları əvvəldən bəri açıqlayıb ki, nüvə silahları barədə, yəni onlara qarşı bir nüvə silahı hücumu olsa, Amerika Birləşmiş Ştatları da eyni formada nüvə silahından istifadə edəcək və Şərqi Asiyada bununla balans yaratılıb. Yəni Amerika Birləşmiş Ştatları öz hərbi bazalarında nüvə silahları saxlayaraq həm Şimali Koreya, həm də Çinin nüvə silahlarına qarşı hərbi balans yaradıb. Bunun sayəsində orada böyük bir hegemoniyanın qurulması, yaxud tək tərəfli olaraq nüvə silahlarından istifadə mümkünsüzləşib. Avropaya gələk. Avropada Rusiyanın nüvə silahları, SSR-nin nüvə silahları olanda Amerika öz nüvə silahlarını Türkiyəyə yerləşdirdi, Avropanın ən müxtəlif hərbi bazalarını yerləşdirdi və bundan sonra həm də Fransa ilə Britaniyanın da nüvə silahı əldə etməsindən sonra Avropada da nüvə silahı barəsində balans yarandı və orada bir qüvvənin, SSR-nin ya da Rusiyanın tək başına hegemon olması, tək başına eskalasiyaya getməsi və özünün ziyan çəkməməsi ehtimalı sıfırlandı. Yalnız yaxın şərqdəki nüvə silahı əldə edən dövlətlərdən yalnız İsraildir ki, bu dövlətin qarşısında onunla yola getməyən heç bir dövlətin nüvə silahı yoxdur. Heç vaxt heç bir dövlət İsrailə qarşı nüvə silahı ilə cavab verməyəcək. Yəni bu bilinən bir şeydir, bu garantiya altına alınıb, bu tamamilə zəmanət altına alınıb ki, İsrail nə vaxtsa özünü eksistensial təhlükədə hiss etsə və nüvə silahından istifadə etmək istəsə, onun potensial vura biləcəyi ölkələrdən heç birində nüvə silahı yoxdur və nəhayət İran bu mövzuda addım atanda və İsrailə qarşı bir nüvə dövlətinə çevrilmək istəyəndə qarşısı bildiyimiz kimi sanksiyalarla alındı. Yalnız sanksiyalar yox. 2007-ci ildən bəri səhv eləmirəmsə, İsrail, Mossad, CIA, MI6 hər cür qərb kəşfiyyatı İrandakı mülki məqsəddə işləyən ya hərbi məqsəddə işləyən hər hansı formada nüvə silahı mövzusunda biliyi olan, fəaliyyəti olan bütün nüvə alimlərini, bütün nüvə silahı istehsalında iştirak edə biləcək alimləri sui-qəsdlə, ən müxtəlif sui-qəsdlərlə, ən qəribə texnologiyalarla öldürməyə başladılar, təhdid etməyə başladılar və mütəmadi olaraq onsuz da İranın nüvə silahı əldə etməsini hərbi yollarla qarşısını aldılar. Və indi İran özünün təhlükəsini hiss eləyəndə, özünə qarşı təhdid hiss eləyəndə, nüvə silahı əldə etmə mövzusunda geri addım atmaq istəyəndə, indi də İrana inanmadıqlarını deyirlər. Amma əslində təbii ki, məsələ ancaq İranın nüvə silahı əldə etməsi deyil. O məsələ məncə, mən inanmıram ki, indi Xameneinin də ölümündən sonra İranın nə vaxtsa yaxın və orta məsafədə, tarixdə nüvə silahı əldə etməyi mümkündür. Məncə bu praktik olaraq onsuz da qarşısı alınmış məsələdir. Keçən yay da bu arada Fordoyon və Natanz nüvə istehsalı mərkəzlərinin, uranyum zənginləşdirmə mərkəzlərinin bombalanmasından sonra ABŞ-ın xüsusi bunker dağıdıcı raketlərdən hansı ki ancaq dünyada Amerika Birləşmiş Ştatlarında var, bəlkə də Çində var, istifadə edərək həmin mərkəzləri vurmasından sonra Trump açıq şəkildə demişdi ki, bundan sonra İranın nüvə silahı əldə etməsi mümkün deyil. Biz onların bütün uranyum ehtiyatlarını məhv elədik və İranı bu mövzuda tamamilə zərərsizləşdirdik. Amma indi yenə eyni bəhanə ilə hücum edirlər. Çünki məsələ artıq ancaq nüvə silahı deyil. Məsələ artıq yaxın şərqdə bir yer dediyim kimi İsrailin regionda olan bütün dövlətlərə tam nəzarət eləməsi, onların hər cür hərbi, siyasi potensialını nəzarət altında saxlaması və yalnız praktik olaraq bu gün yox, gələcəkdə də hansısa formada İsrailə təhdid yarada bilmə qabiliyyətini sıfırlamasıdır. Yəni İsrail bir mənalı şəkildə deyir ki, yaxın şərqdə bir dənə hegemon dövlət olacaq, bir dənə süper güc olacaq və o da İsrail olacaq. Və İsrail bu dəqiqə Fələstini işğal altında saxlayır. Həm qərb sahilini, əvvəl ancaq qərb sahilini işğal altında saxlayırdısa, artıq 2024-cü ildən bəri Qəzzanı da işğal altında saxlayır və nə qədər biz əməliyyatdan sonra Həmasın tamamilə zərərsizləşdirilməsindən sonra çıxacaq kimi bir rəsmi bəyanatı olsa da və qərb dövlətləri də bunu dəstəkləsə də, yəni bir neçə dəfə İsrailin hökumət koalisiyasının nümayəndələri və həm bunu açıq deyib, həm də hamı da başa düşür ki, İsrail Qəzzadan yalnız qismən çıxa bilər. Yəni bundan sonra ən azından bir hissəsini ilhaq etmək prosesinə gedəcək. Çünki İsrail artıq uzun müddətli girdiyi heç yerdən çıxmır. Cənubi Livanı işğal altında saxlayır. Suriyanın əvvəl yalnız Colan təpələri ərazisini işğal altında saxlayırsa, indi Dəməşqə 20-30 kilometr məsafədə, çox yaxın məsafədə işğal altında saxlayır. Onsuz da özü işğal altında qurulmuş bir dövlət, yəni 1948-ci ildə Avropadan və dünyanın bir çox nöqtələrindən İsraillilər, Yəhudilər bu əraziyə gəldi və dövlət qurmağa başladılar. Böyük Nəkba baş verdi, 300 min, 400 min Fələstinli öz yurd yuvasından sürgün edildi ki, hələ də İordaniyada, Livanda və digər region dövlətlərində həmin Fələstinlilər qaçqın düşərgələrində yaşayırlar. Hələ də onlar bəziləri hətta rəsmi status ala bilmirlər. Bundan bağlı 20-ci əsr boyunca onsuz da en qədər
konflikt olub. E, indi 28 fevralda bu əməliyyatın başlaması ilə, bu arada onu da deyim ki, Donald Trump İrana girmək istəmirdi. Amerikada yalnız Amerikada yox, dünyada bütün bəzi ekspertlər, bəzi akademiklər buna belə yanaşırlar ki, Trump seçki dövründə yalan danışdı ki, mən sülh prezidentiyəm, mən müdaxiləsizlik prezident olacağam, mən İrana qarşı müharibənin qarşısını alacağam. Hətta onun argumenti bundan ibarət idi ki, əsas əgər Kamala Harris seçilərsə, demokratların namizədi seçilərsə, o İrana qarşı müharibə açacaq və sizin övladlarınızı öldürməyə göndərəcək. Amma mən İrana qarşı müharibəyə qarşıyam və mən ancaq diplomatik yollarla bu məsələnin həllinə nail olacağam. Mən bunun yalan olduğunu inanmıram. Mən Trump'ın öz istəyi ilə şəxsən İrana müdaxilə etmək istədiyinə, İranı işğal etmək istədiyinə inanmıram. Quru əməliyyat potensialına Trump'ın hansısa formada razı olacağına ümumiyyətlə inanmıram. Trump'ın hansısa formada Amerika əskərlərini, Amerikanın quru qoşunlarını İrana döyüşməyə göndərməyi istədiyinə qətiyyən inanmıram. Burada məsələ ondan ibarət idi ki, İsrail artıq bu məsələnin eksistensial təhlükəsizliyi məsələsi kimi görürdü. 2023-cü ilin 7 oktyabrından sonra İsrail öz qarşısına prioritet mövzu kimi qoydu ki, eksistensial mövzu kimi qoydu ki, ona yalnız təhdid yaradan yox, bütün təhdid yarada biləcək dövlətləri və qüvvələri yaxın şərqdən təmizləyəcək. Yəni bunu açıq-açıq dedilər. Və bunun son mərhələsi İran idi. Ənsarullah zəiflədildi. Hizbullah demək olar ki, əməliyyat qabiliyyətindən yoxsul buraxıldı. Yəni əməliyyat qabiliyyəti olmayacaq səviyyəyə gətirildi. Suriyada rejim dəyişdi. Həmas demək olar ki, məhv olub. Fələstində onsuz da bu da Qəzzada yaxud Qərb sahilində İsrailə qarşı müqavimət göstərə biləcək hansısa potensial qüvvənin ola biləcəyi bir infrastruktur qalmayıb. Yəni orada İsrailə qarşı, onsuz da İsrail çox böyük dövlətdir, çox böyük iqtisadi hərbi gücü var və yalnız məsələ ancaq İsraildə deyil. Təbii ki, İsrailin hərbi gücü, iqtisadi gücü yalnız İsrailin hərbi iqtisadi gücündən ibarət deyil. Demək olar ki, potensial bir çatışmazlıq anında indi bu dəqiqədə görürük ki, İsrailin gücü həm də bütün NATO'nun gücüdür, bütün Britaniyanın, Fransanın və hətta regiondakı digər ərəb dövlətlərinin gücüdür. Yəni hamısı lazım olan anda onsuz da İsrailin müdafiəsinə öz hərbi, siyasi, iqtisadi, ictimai, mətbuat, hər mövzuda, akademik, hər mövzuda öz güclərini İsrailin müdafiəsinə səfərbər eləməyə hazırdırlar və eləyirlər faktik olaraq. Yəni Fələstindəki potensial təhlükə yığışdırıldı. Bu arada şərhlər gəlir, şərhlərə mütləq hamısına bir cavab verəcəm. Sadəcə indi bir dənə öz fikirlərimi yekunlaşdırmaq istəyirəm. Və indi son mərhələ gəldi İran. Trump qətiyyən istəmirdi. Trump hətta çox uzun müddət, artıq bir neçə aydır ki, keçən yay da bu arada, keçən yay İsrail ilə İran arasında döyüşlər başlayanda Trump heç bir formada müdaxilə eləməmək üçün, heç bir formada qarışmamaq üçün əlindən gələni elədi. İsrailə texnologiya dəstəyi verdi, kəşfiyyat dəstəyi verdi, radarlardan dəstək verdi, NATO bazalarından dəstək verdi, Britaniya Kipr adasındakı bazasından İsrail təyyarələrinə yanacaq dəstəyi verdi. Amma ABŞ birbaşa, Amerika Birləşmiş Ştatları birbaşa bu konfliktə özü daxil olmaq istəmirdi. Yalnız sonda hər cür təzyiqdən, daxili və xarici təzyiqdən sonra Trump onunla razılaşdı ki, yalnız Amerika Birləşmiş Ştatlarının ixtiyarında olan bunker dağıdıcı raket vasitəsilə yalnız İranın o uranyum zənginləşdirdiyi, səhv eləmirəmsə Fodeon mərkəzi, əgər səhv edirəmsə, xahiş edirəm daha məlumatlı şəxslər şərhlərdə mənə düzəltsinlər. Səhv eləmirəmsə, yalnız Fodeon mərkəzini əvvəlcədən xəbər verməklə, yəni İrana əvvəlcədən xəbərdarlıq etməklə vurmağa razılaşdı. Çünki İsrail texnoloji olaraq, potensial olaraq oranı vura biləcək gücə sahib deyildi, silaha sahib deyildi. Oranı yalnız Amerika Birləşmiş Ştatlarının əlində olan raketlə vurmaq mümkün idi və yalnız buna razılaşdı Trump. Və ona da bağlantı var. Amma təbii ki, Netanyahu razılaşmadı. İsrail heç vaxt bununla yetinmədi, yəni bununla kifayətlənmədi və eskalasiyanı artırmaq üçün əlindən gələni yenə eləməyə başladı. Yenə Trump'ı razı salmağa çalışdı ki, İrana müdaxilə etmək lazımdır. Hətta mətbuatda belə xəbər çıxmışdı ki, İsrail hökuməti və İsrailin Amerika Birləşmiş Ştatlarındakı lobbiçiləri Trump'ı inandırmağa çalışıblar ki, söhbətin absurdluğuna baxın, Trump'ı inandırmağa çalışıblar ki, əgər sən İranda insanları, qadınları xilas eləsən bu rejimdən, Xameneyini öldürsən, Nobel mükafatının birbaşa qalib olacaqsan. Yəni belə bir versiyaya belə gediblər ki, Trump'ı razı salsınlar. Amma Trump razılaşmırdı.
Yanvar ayında nə oldusa, dekabr ayında nə oldusa, son 2 ayda Trump'ı razı saldılar ki, İrana hərbi müdaxilə eləmək lazımdır. Trump bunu qətiyyən istəmirdi. Öz ideoloji yanaşması, öz şəxsi yanaşmasıyla qətiyyən bunu istəyəcək bir yanaşma değildi. Əvvəldən bəri aktiv siyasətə qoşulduğu 2014-2015-ci ildən bəri və hətta 90-cı illərdən bəri adi biznesmen olduğu, milyarder olduğu vaxtlardan bəri Trump həmişə bu Amerikalıların non-interventionist dediyi, qeyri-müdaxiləçiliyi, hər cür xarici hərbi müdaxiləyə qarşı çıxan siyasi mövqedə idi. İzolyasiyonist idi. ABŞ-ın yalnız öz inkişafına fokuslanması və bəlkə yalnız Qərb yarımkürəsi, Latin Amerikası və Şimali Amerikada öz hegemoniyasını qurmasına fokuslanmışdı. Amma son bir neçə ayda nə baş verdisə, Trump İrana müdaxilə etməyə razılaşdı. Konspirasiya necə? Yəni bunu bizim açıq formada əsaslandırmağımız çox çətindir. Çünki ictimaiyyətə açıq mənbələr çox azdır. İctimaiyyətə açıq hər halda heç kim deməyəcək ki, onlar Trump'ı necə razı saldılar. Bəlkə gələcəkdə tarix kitablarından, avtobiografik kitablardan oxuyacaq ki, bu dövrdə 2026-cı ildə, 2025-26 qışında nə baş verdi ki, Trump İsrailin təzyiqlərinə bir növ razılaşdı, yaxud boyun əydi. Bir konspirasiya teoriyası var ki, yanvar ayında Epstein sənədlərinin yayılması və orada Trump'a xeyli formada ziyan verə biləcək bəzi səhifələrin də senzurasız yayımlanması Trump'a təhdid idi. Trump'a şantaj idi ki, gündəmi dağıtmaq üçün bu faylların əlavə onsuz da yayılmayan 2.5 milyon fayl var və yayılan 3.5 milyon faylın içində də xeyli senzura var, xeyli redaksiya var. Yəni bu bilinən ictimai məlumatdır, konspirasiya deyil. Həm həmin senzuranın yığışdırılmaması, həm də digər fayllarda Trump'ın əleyhinə olan sənədlərin artıq yayılmaması üçün və hətta həm də onsuz da yayılmış gündəmin dəyişdirilməsi üçün Trump İrana hücum etməyə məcburdur. Yəni belə bir konspirasiya nəzəriyyəsi var və xeyli populyardır. Xeyli insan tərəfindən bunun deyildiyini və hətta Amerikalı bəzi demokrat müxalif siyasətçilər tərəfindən də bunun deyildiyini görürəm mən. Yəni bununla əsaslandırırlar ki, İsrail Trump'ı Epstein sənədləri vasitəsilə razı saldı. Elə ya belə Trump razı salındı. Trump bu müharibənin könüllüsü deyil, başlatmağa qətiyyən könüllü değildi, istəkli değildi, razı salındı. Ya şantaj olundu, ya da necəsə ona bu müharibənin əslində faydalı ola biləcəyi deyildi. Amma Ipsos şirkətinin, araşdırma şirkətinin yaydığı məlumatlara görə 28 fevral və 1 martda aparılan Amerikalılar arasında sorğuda Amerika əhalisinin 75% səhv eləmirəmsə bu müharibəni istəmir. Və bir Fuad Əhmədlinin sualını görmüşdüm gözləyərək, indi suallara onsuz da gələcəm. Və qarşıda kongresə seçkiləri var. Noyabr ayında Amerika Birləşmiş Ştatlarında kongresə seçkiləri olacaq və Trump həm respublikaçılara öz bazasını, seçici bazasını inandırmışdı ki, o qətiyyən müharibəyə getməyəcək, qətiyyən xarici dövlətlərə hərbi müdaxilə eləməyəcək və bu cür seçilmişdi. Onun demək olar ki, bütün seçki kampaniyası bunun üstündə qurulmuşdu, xüsusilə sosial mediada ki, əgər Kamala Harris gəlsə, sizin oğullarınızı, sizin qardaşlarınızı, sizin həyat yoldaşlarınızı göndərəcək xarici dövlətlərdə döyüşməyə, öldürməyə, ölməyə. Amma Trump gəlsə, Trump və J.D. Vance seçilsə, bu baş verməyəcək. Yəni bütün seçki kampaniyası bunun üstündə qurulmuşdu. Amma Trump bunu pozmalı oldu. Bu sözündən dönməli oldu. Məsələn, keçən yay İrana olan hücum dediyim kimi, əvvəlcədən xəbər verməklə yalnız bir nöqtəni xüsusi texnoloji vasitə ilə, yəni xüsusi raketlərlə vurmaqdan ibarət idi. Venezuela olan hücumun respublikaçılar və Trump'ın seçici kütləsi arasında əsaslandırması bundan ibarət idi ki, Venezuela Qərb yarımkürəsindədir, hansı ki bizim hegemon olmalı olduğumuz yarımkürədədir və bizə birbaşa təhdiddir oradakı rejim və həm də heç bir itkinin verilməməsi. Yəni Venezuela'da Maduro'nun qaçırılması əməliyyatında heç bir formada itki verilməməsi Trump'ın öz seçici kütləsini razı saldı. Amma bu tamam başqa məsələdir. İrana olan hücum tamam başqa məsələdir. Trump 2012-ci ildə tweet atmışdı ki, Obama öz düşən reytingini bərpa etmək üçün İrana hücum eləyəcək. Trump gəldiyi gündən bəri, yəni ictimai fiqur olduğu gündən bəri İranlılar hər hansı müharibəyə qarşı olduğunu açıq formada bəyan edib, J.D. Vance də bəyan edib. O administrasiyada ən güclü adamlardan yalnız Marco Rubio'dur ki, o bütün siyasi karyerasını müdaxiləçilik üstündə keçirib. Həmişə demokratiyanın ixracı, Amerika Birləşmiş Ştatlarının düşmənlərinin zərərsizləşdirilməsi, hərbi müdaxilələr, hər cür formada bu Amerikalıların hawkish dediyi, bu şahin xarici siyasət dediyi qrupu təmsil edir Marco Rubio, Xarici İşlər Naziri və Dövlət Departamentinin sədri.
Bir dənə Marco Rubio'dur ki, o administrasiyada bu müharibə üçün daxildən lobbiçiliyi eləmiş ola bilər ən güclü vəzifələr. Yoxsa digər vəzifələr təbii ki, başqa lobbiçilər də olmuş ola bilər. Amma Trump bu müharibəyə qətiyyən razı değildi. Yalnız ya şantaj ya da nəsə təkliflər yolu ilə razı salındı və 8 ay sonra gələcək seçkidə bu onun reytinginə xeyli ziyan verəcək. Onsuz da Amerika daxilində inflyasiyanın azaltıla bilməməsi, qiymətlər bahalaşmasının davam eləməsi, iqtisadi vəziyyətin düzəlməməsi, qlobal neft qiymətlərinin aşağı düşməməsi, çünki bu Trumpın ən önəmli seçki vədlərindən biri idi ki, o benzin və neft qiymətlərini aşağı salacaq, düşməməsi, Ayısın Minnesota ştatında xüsusilə zorakılıqla iki Amerika vətəndaşının küçənin ortasında kameraların qabağında skandal yaradacaq şəkildə Rene Good və Alex Pretti öldürməsi və digər ən qədər skandalla, Epstein skandalları ilə birlikdə onsuz da bütün araşdırma şirkətləri, bütün anketlər göstərirdi ki, respublikaçılar noyabrdakı ara seçkiləri, konqres seçkilərdə uduzacaqlar və hətta o vəziyyətə gələcək deyirlər ki, konqresdə hər iki palatada demokratların üstünlüyü Trump'ı impeach edə biləcək, yəni Trump'ı vəzifədən uzaqlaşdıra biləcək səviyyəyə gələcək. Yəni bu deyilirdi və Trump əslində bütün fokusunu ona ayırmışdı ki, 2026-cı ilin noyabrına qədər bu reytingini bərpa eləsin. Amma bununla belə o müharibəyə getdi, hansı ki istəmirdi və bu müharibə yalnız onun öz vədini pozması ilə yox, həm də neft qiymətlərinin anidən 82 dollara qalxması ilə nəticələnib hələ ki. Yəni böyük ehtimal Hörmüz boğazı biraz daha əl çatmaz olsa, Qətər indi maliyyə qaz istehsalını dayandırmalı olub. Digər körfəz dövlətləri də neft istehsalını zəiflətsə, yaxud dayandırmalı olsa, ixrac çətinləşsə, bir Guardian'da deyilənə görə 100 dollara qədər qalxa bilər, amma mən düşünürəm ki 100 dollardan da müharibənin uzandığı ehtimalda yüksək ola bilər neftin qiyməti. Bu da Trump'ın ən önəmli vədlərindən biri. Trump'ın seçici kütləsinin ən önəm verdiyi, ən əhəmiyyətli saydığı məsələlərdən birində Trump'ın qarşısına çox ciddi bir divar olacaq və demək olar ki, qaçılmaz eləyəcək ki, noyabr ayında respublikaçılar bu seçkiləri uduzacaqlar və Trump'ın yalnız hakimiyyəti təhlükə altında qalmayacaq. Yəni məsələ ancaq Trump'ın vəzifəsindən uzaqlaşdırılma imkanı deyil. Məsələ həm də ondan ibarətdir ki, Trump öz istədiklərini həyata keçirməyə bilər. Onsuz da indi Ali Məhkəmə Trump'ın tarif mövzusunda, bəzi başqa mövzularda davranışlarına mane olur. İndi Konqresin hər iki palatasının demokratların üstünlüyünə keçməsi, demokratların əlinə keçməsi Trump'ın bəzi başqa gedişlərdə də əlinin zəifləməsinə gətirib çıxardacaq. Yəni, uzatdım bu söhbəti, amma bir sözlə, en qədər göstərici var ki, en qədər əsas var ki, bu müharibə Amerika Birləşmiş Ştatlarının müharibəsi deyil. Bu müharibəyə İsrail və İsrailin müttəfiqi olan Ted Cruz, Marco Rubio, digər adamlar Trump'ı məcbur ediblər. İstəməyə Trump bu müharibəyə girməli olub. Və məqsəd yalnız birdir. İsrailin yaxın şərqdəki dominasiyasını təmin eləmək. Mətbuatda və ictimai müzakirələrdə, intellektual müzakirələrdə, akademiyada, digər en qədər yerlərdə bununla əsaslandırırlar ki, Amerika Birləşmiş Ştatları keçən ay, yanvar ayının 8-i 9-u günləri xüsusilə İran hökumətinin öz xalqına, öz etirazçılarına qarşı törətdiyi zorakılıq, törətdiyi qətliama görə Amerika Birləşmiş Ştatları güya onları cəzalandırmaq istəyir. Amma bu hətta İsrailin və Amerika Birləşmiş Ştatlarının rəsmi çıxışlarında, rəsmi açıqlamalarında belə əsassızdır. Yəni belə bir şey yoxdur. Heç kim belə bir şey demir. Hamı deyir ki, İranın nüvə silahı istehsalının qarşısının alınması, balistik raket proqramının qarşısının alınması, İranın müttəfiqlərinə verdiyi dəstəyin qarşısının alınması və nəhayət İsrailə törətdiyi hər cür təhdidin dayandırılması, kəsilməsi məqsədi ilə bu əməliyyat həyata keçirilir və rejim dəyişikliyi olacaqsa da yalnız bu məqsəd olacaq. Yan təsir olaraq rejim dəyişə bilər, hətta demokratiya gələ bilər, amma əməliyyatın əsas birinci məqsədi İsrailin yaxın şərqdəki hegemoniyasına qarşı çıxan sonuncu və əsas mərkəzin İranın zərərsizləşdirilməsi və hətta bəlkə parçalanması ki, o gələcəkdə də potensial olaraq təzədən bir təhdid kimi ortaya çıxa bilməsin və nəhayət İsrailin 7 oktyabrdan sonra and içdiyi, söz verdiyi, eləyəcəyi ilə bağlı qəti qərar qəbul elədiyi və Netanyahunun hətta daxili skandallar vasitəsilə, korrupsiya skandalları vasitəsilə və ona qarşı aparılan cinayət işləri, istintaqlar vasitəsilə zəifləmiş populyarlığını, bitmə üzrə olan siyasi həyatını xilas edə biləcəyi sonuncu vədi İsrailin yaxın şərqdəki hər cür düşmənini, hər cür
təhdidi aradan qaldırmaq vədini reallaşdırması üçün aparır. Yəni bu dəqiqə Körfəzdə ona görə qurban verilir. Amerikada Trump'ın siyasi reytingi de ona göre qurban verilir. Amerika əsgərləri də ona görə qurban verilir. Bu dəqiqə ölən də, qalan da, bombalanan da hamı yalnız Netanyahu'nun və İsrailin yaxın şərqdəki hegemoniyası üçün ölür, bombalanır, yaralanır ya da başına nəsə gəlir. Yəni bütün məqsəd bundan ibarət. Yan təsirlər başqa şeylər ola bilər. Yəni prosesin gedişatında və ya nəticəsində başqa şeylər ortaya çıxa bilər. Amma bu dəqiqə hər şey İsrail üçündür. Hər şey İsrailin hegemoniyası üçündür. Hər şey yalnız onun maraqları və yalnız təhlükəsizliyi yox bu arada. Həm də təhlükəsizlik paranoyasının qarşısını alması üçün. Yəni bir var real təhlükə var bir dövlətə qarşı. Məsələn, Ermənistan deyək ki, Naxçıvan sərhədlərinə 150 minlik, 200 minlik qoşun indi hardan çıxardılır. Yığıb və bu real təhlükədir Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, Naxçıvanın təhlükəsizliyinə real təhlükədir. Yox. Bunların təhlükə dediyi şey həm də potensial hər hansı təhlükə. Gələcəkdə, məsələn, deyək ki, İordaniyanın əlində F-35'lər var və İsrail düşünür ki, gələcəkdə nə vaxtsa İordaniya demokratik dövlət ola bilər və orada müsəlman qardaşları ideologiyasında hər hansı formada bu İsrailə düşman ola biləcək hər hansı qrup, hökumət, demografiya, hər hansı insan hakimiyyəti yerə bilər. O İordaniyanın F-35'lər ələ keçirməsinə qarşı çıxır ki, İndi bizim dostumuzdur Yordaniya. Birdən sabah düşmənimiz olar. Yəni bu artıq real təhlükədən başqa bir şeydir. Bu potensial təhlükə paranoyasıdır ki, İsrail onun qarşısını almaq istəyir. Yəni dünyada heç bir dövlət bundan çıxartlanmayıb. Hamının qonşusu bir gün onun düşməni ola bilər. Hamı bir gün təhdid altında qala bilər. Yalnız İsrail istəyir ki, o heç vaxt təhdid altında qala bilməsin. Çünki yəqin ki, gələcəyə güvənmir ya da özünə çox güvənmir ki, bugün Trump var, bugün NATO, Qərb o veya bu səbəbdən ya vəlvələdən ya zəlzələdən bizim dostumuzdur. Bəlkə bizim az qala vassalımızdır, amma sabah olmaya bilər. Yəni, sabah pis vaxtın bir növ ehtiyatını eləyirlər indi və bu əməliyyat da onun üçün aparılır. Bu əməliyyat yalnız İsrail Amerika Birləşmiş Ştatlarının arasında deyil bu arada. Bir post yazdım, Facebook'un algoritmləri sağ olsun artıq postu 9000'dən çox insan görüb və şərhlərdə də xeyli müzakirə gedib. Bu müharibə total müharibədir az qala İrana qarşı və məqsəd İranda birbaşa rejim dəyişikliyi, yaxud da bəlkə hətta İranın parçalanması və nəticədə yaxın şərqdə 90 milyonluq bir İran dövlətinin bir potensial təhdidin qalmamasıdır. Deməli, İsrail öz hərbi hava qüvvələri ilə birbaşa hücumda iştirak edir və kəşfiyyatı ilə, Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələri ilə, donanması ilə, yerlərdəki, Körfəzdəki xüsusilə və Türkiyənin cənubunda İncirlik NATO hərbi hava bazasında yerləşdirdiyi hava müdafiə sistemləri və radarları vasitəsilə iştirak edir. Bəhreyndəki, Küveytdəki, Türkiyədəki, Omandakı, Oman səhv olaraq, Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, bu dövlətlərdəki NATO və Amerika hərbi bazaları sayəsində Amerika iştirak edir. Həm hərbi, həm hava, həm donanma, həm də hava müdafiə qoşunları ilə. Britaniya, Kipr adasındakı bazası vasitəsilə İsrailə həm kəşfiyyat məlumatları ötürür, həm hava müdafiə sistemləri vasitəsilə İranın göndərdiyi dron və raketlərin zərərsizləşdirilməsi üçün dəstək olur. Həm də ən önəmlisi, İsraildən İrana gedən məsafə uzundur deyə İsrailə əsasən Suriya üstündə yaxud aradakı başqa ərazilərdə yanacaq dəstəyi lazım olur. Bu arada Qəzzadakı müharibədə də lazım olmuşdu. Uzaqlığa görə başqa səbəblərdən. Britaniya oradakı hərbi qoşunları vasitəsilə İsrailə bu dəstəyi, ən önəmli bu dəstəyi də verir ki, İsrailin İranı vurmağa gedən, yaxud da Livanı, yaxud da başqa hədəfləri vurmağa gedən təyyarələrinə havada yanacaq dəstəyi verir. Yəni bu müharibəyə Britaniya da daxildir, ABŞ onsuz da daxildir, rəsmi olaraq daxildir, İsrail daxildir, Körfəz dövlətləri qismən daxildir, çünki öz ərazilərindən İranın vurulmasına dəstək olurlar. Fransa dünən Anadolu Agentliyində xəbər getmişdi. Deyəsən o təkzib olundu, amma Anadolu Agentliyini mən yoxladım. O xəbər rədə qalıb və başqa mənbələrdə qalmış ola bilər. Baltik dənizində Charles de Gaulle təyyardaşıyan gəmisi var. Fransanın ən önəmli donanma gəmilərindən biridir. Onu İsrailin təhlükəsizliyini təmin etmək məqsədi ilə Baltik dənizindən Aralıq dənizinin şərqinə göndərmək razılaşıb. Yəni Fransa da İsrailə bu dəqiqə birbaşa yerdə, birbaşa ərazidə hərbi dəstəyi verməyə hazırlaşır.
Bundan əlavə onsuz da müharibənin iqtisadi, siyasi, ictimai tərəfi en qədər dövləti əhatə edir. Məsələn, 28 fevralda ilk hücumlarda Amerika Birləşmiş Ştatları və İsrailin İrana olan hücumlarında Avropadan qınama çox az ölkədən çıxdı. İspaniya qınadı, Norveç qınadı, Norveç Xarici İşlər Nazirliyi. Qınadı deyəndəki açıqlama belə idi ki, İsrailin bu dəqiqə İranda etdikləri beynəlxalq hüquqa ziddir və onları diplomatiya masasına dəvət edirik. İsveçrə səhv eləmirəmsə qınadı və diplomatiya masasına dəvət elədi. Amma bu Avropanın əsas dövlətləri Almanya, Fransa və Britaniya ilk gün heç nə demədi. Yalnız İran, Körfəz və İsrailə, Körfəz dövlətlərinə və İsrailə raketlər, dronlar göndərməyə başlayandan sonra yalnız İranı qınayan bəyanat yaydılar. Yəni o qədər gülməliydik, o qədər qeyri-ciddi, o qədər mənasız, o qədər nə bilim, indi etik sərhədlərdən çıxmaq istəmirəm. O qədər qəribə idi ki, adamlar ciddi İsrailin başlatdığı müharibədə, İsrailin Xameneyini öldürdüyü hava hücumlarına, Minabda 150-dən çox məktəblini, uşağı öldürdüyü hava hücumlarına heç nə demədilər, heç bir bəyanat yaymadılar, yumuşaq ya da sərt heç nə açıqlama vermədilər və yalnız dedilər ki, İranı qınayırıq. İndi artıq 45 dəqiqədir ki, mən özüm danışıram, indi şərhlərə baxacağım. Şərhlərdə 48 şərh yığılıb. Bilmirəm, ən əvvələ gedim, yəni orada hələ də insanlar baxırlar mı suallara yazanlar, yoxsa yalnız son şərhləri oxuyayım. Amma bir də əvvələ gedim, gözümə dəyən, yəni mənə qarşı, mənim dediklərimə qarşı tənqidi olan və açıqlama verməli olduğumu düşündüyüm mövzularda şərhləri oxuyayım və cavab verim. Şərhlərdə yuxarı getməkdə problem yaşayıram bu dəqiqə. Bilərəkdən Trumpla inandı canlı yayına çıxmısan ki, Trumpın izləyici reytingi düşsün. Əslində deyəsən, Trump bir saat əvvəl danışmalıydı. Amma mən bir saat əvvəl baxanda Müdafiə Naziri, indi Müdafiə Naziri idi əvvəl, indiki adı ilə Müharibə Naziri Pete Hegseth danışırdı. Ona görə çox baxmadım, amma baxaram Trumpda nəsə çıxış edibsə. Şərhlərdə də bu arada önəmli bir başlıq varsa, xahiş edirəm, mənə bildirəs. Çox yuxarı getməkdə problem yaşayıram. Şərh yazmışamdan üzr istəyirəm, amma yalnız son 12 dəqiqə içində yazılmış şərhləri bu dəqiqə görə bilirəm. Obama və Biden dövründə İranda çox güzəşt olundu və İran uranın zənginləşdirilməsini 60% çatdırdı. İran yaxın şərqdə sülhə təhdiddir, terrorun finansmanıdır, Venezuelada Rada, Salih və Nəsrullah klanlarının maliyyə fəaliyyətləri aşkara çıxdı, pul yuma əməliyyatları, narkotik və s. Hizbullah, Hamas və Sepah terror təşkilatıdır, Arteş normal İran ordusudur, amma Sepah inqilabı qoruyan ideolojik aparatdır. Yəni terror, mən ümumiyyətlə bu terror təşkilatı ifadəsindən istifadədə həmişə çox ehtiyatlı davranmağa çalışıram. Çünki mənim dünya görüşümə görə, mənim ideoloji yanaşmama görə bir çox dövlətlərin ordusu və polisi onsuz da terror təşkilatıdır. Terror sözünün müəyyən bir definisiyası var. Hansı ki, çox yaxın tarixə qədər əslində indiki neqativ mənasını daşımırdı. Yalnız 80-ci illərdən sonra xüsusilə bu İslamcı terrorun yüksəlməsi ilə birlikdə terror indiki mənasına gəldi. 100 il əvvəl Trotski kitab yazardı ki, qırmızı terrorun əhəmiyyəti, səhv eləmirəmsə Trotski idi, səhv eləmirəmsə düzəltsinlər məni. Amma yəni o vaxtda belə işlədilmir. Terror sözünün mənası, terror sözünün birinci definisiyası, hüquqi olaraq yox, ədəbiyyatda bundan ibarətdir ki, öz siyasi məqsədlərinə çatmaq üçün zorakılıqdan, təhdiddən ya da zorakılıq təhdidindən istifadə edən qüvvə və ya hərəkət. Yəni bunu hamı edir demək olar ki, sadəcə əsasən strukturu daha zəif olanlar, yəni dövlətə çevrilə bilməyənlər olur terror təşkilatı, dövlətə çevrilənlər olur dövlət. Yəni dövlətlərin terror eləmə hüququ legitim olur, digərlərinin hüququ qeyri-legitim olur. İndi Sepah dövlət qurumudur prinsipcə. Dövlət, yəni birbaşa İran dövlətindən bağlı silahlı birləşmələrdir. Ona görə Sepahın terror təşkilatı demək nə qədər mənalıdır bilmirəm. Onu Amerika Birləşmiş Ştatları və Avropa dövlətləri belə definisiya deməyim, belə ingilislərin designate dediyi, belə təyin elədilər, amma İran da qarşılığında onların qüvvələrin terror təşkilatı elan elədi. Ona görə də mən bu diskursdan istifadəyə yaxşı baxmıram, yəni mənası yoxdur. Venezuela ilə İran onsuz da müttəfiq idi və bir-birlərinin arasında təbii ki, ən fərqli əməliyyatlar keçirirdilər. Yəni bu onsuz da həcmli deyil. Amma yəni mən İsrailə qarşı döyüşən Hamas, Hizbullah, Ənsarullah yaxud digər qeyri-dövlət silahlı birləşmələrin negativ mənada təyin olunmasını, belə adlandırılmasını dəstəkləmirəm çox da. Çünki İsrailə qarşı mən düşünürəm ki, döyüşülməlidir. İsrailin yaxın şərqdəki hegemoniyası zəiflədilməlidir. Bu arada bu mənim ancaq
İsraillə bağlı obsesiyam deyil. Mən dünyadakı bütün regionlardakı bütün hegemonlara qarşıyam. Hər cür hegemoniyaya qarşıyam, çünki bu xalqların müstəqilliyini, kiçik dövlətlərin, kiçik xalqların xüsusilə davranışını, müstəqilliyini, azadlığını çox məhdudlaşdırır. Məsələn, Şərqi Avropada, Qafqazda Rusiya öz hegemonluğunu qurmağa çalışır, qura bilməyib. Çünki qarşısında NATO var, onun bir balansı var. Ona görə də qura bilmir. Nə Şərqi Avropada bu dəqiqə Rusiya dominantdır, nə Qafqazda bu dəqiqə Rusiya çox dominantdır. Çünki qarşısında bir qüvvə var. Çin Şərqi Asiyada və Cənub-Şərqi Asiyada dominant ola bilmir. Çünki qarşısında Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri Yaponiya, Tayvan, Cənubi Koreya, Filippin, müəyyən qədər Vyetnam, Cənubi Asiyada biraz daha Cənub-Şərqi Asiyanın qərbində Hindistan məhdudlaşdıra bilir. Amma bircə bir İsraildir ki, yaxın şərqdə bir yer dediyim kimi heç bir formada dominasiyasının qarşısını almaq olmur. O cəhətdən mən İsrailə qarşı, İsrailin dominasiyasına qarşı döyüşənlərə terrorcu demirəm öz adımdan. Başqa suallara baxaq. Azərbaycana hansı təsirlər ola bilər? Mən düşünürəm ki, bu günə qədər, yəni bu 3 gün içində Azərbaycan dövlətinin bu konfliktə olan münasibəti çox normaldır, çox deyərdim ki, gözlənildiyindən daha yaxşıdır. Yəni ilk gün ümumiyyətlə səhv eləmirəmsə bəyanat verilmədi. Yalnız axşamüstü səhv eləmirəmsə Xarici İşlər Nazirliyi açıqlama yaydı ki, Azərbaycan vətəndaşlarının cənub sərhədləri vasitəsilə quru yolu ilə təxliyəsi təmin olunacaq və yalnız Azərbaycan vətəndaşları yox, həm də bəzi Avropa və Rusiya vətəndaşları da həmin yolla təxliyə edildi. Bundan əlavə Xameneyi öləndə başsağlığı verildi rəsmi və səhv eləmirəmsə ikinci gün açıqlama verildi ki, biz sülhə çağırırıq tərəfləri və dost və qardaş İran xalqı ifadəsi işlədildi. Yəni Azərbaycan öz ərazisindən İrana hücum üçün istifadə etdirmədi və açıq bir tərəf də tutmadı. Yəni nə çox İrançı, nə də çox İsrailçi mövqe qoymadı. Məncə bu regiondakı Azərbaycan kimi bir dövlət üçün çox normal, çox yaxşı mövqe idi. Yan bir təsiri olarmı? Əmin deyiləm. Yəni bundan sonra daha böyüyər bir məsələ, əmin deyiləm ondan. Amma əgər quru işğalı başlasa və İranın parçalanması prosesi başlasa, çox başqa şeylər olacaq təbii ki. Paranoya deyil, real təhlükədir, çünki İsraili yox etməklə hədələyir. Dövlət olaraq tanımır. Əhməd Necatın açıqlamaları da var idi. Prosi qüvvələrin hücumu, 7 oktyabr hücumları İranın təhlükə olduğunu sübutudur. İran terrorist, antisemitistdir və adını da antisionizm qoyub. Antisemitizm, antisionizm çox fərqli şeylərdir. Heç kimin, yəni İrandakı yahudilərə İran terroristiyası nəsə eləmir məsələn. Yəni məsələn sırf məhz İsrailin hegemoniyası ilə bağlıdır. Amma hə, İran İsrailin varlıq hüququna qarşıdır. Mən şəxsən qarşı deyiləm. İsrail zəiflədilsə, indiki güclü ordusu olmasa, işğal etdiyi yerlərdən çıxarılsa, yaşamağına mən tamamilə razıyam. Amma bu şərtlər daxilində təbii ki. İran rəsmiləri istəsəydilər bu müharibədən yayına bilərdilərmi? Məncə yox. Yəni məncə çıxış yolu yox idi. Yəni onsuz da dedilər ki, biz uranyum zənginləşdirilməsini dayandırmağa, hətta bəzi qüvvələr, Pezeşkiyan səhv eləmirəmsə və ona yaxın olan qüvvələr dedilər ki, biz hətta indiyə qədər zənginləşdirdiyimiz uranyumu ölkədən çıxarmağa razıyıq. Yəni danışıqlardakı o bəndi qəbul edilər. Amma o ki, o bəndlər gəldi ki, xüsusilə ballistik raket proqramının dayandırılması və İranın hazırda əlində olan ballistik raketlərin ləğv olunması, yəni buna heç bir dövlət razılaşa bilməz. Buna sənlə mən gedək bu dəqiqə İranı idarə eləməyə, yəni ən progressiv, sosial-demokrat, solçu, liberal insanlar bu dəqiqə İran dövlətinin başında olsun. Əgər birbaşa İsrailin, Amerika Birləşmiş Ştatlarının agenti kimi ora təyin olunmamışıqsa, buna heç kim razılaşa bilməz. Çünki İranla ən önəmli məsələsi olan, ən önəmli problemi olan dövlət İsraildir və İranın İsraili vuracaq texnologiyası yoxdur. Belə bir texnologiya, yəni İsrailin İranı vurduğu kimi vuracaq bir texnologiyası yoxdur. Bu texnologiya yalnız ballistik raketlərdir və əgər bir dövlətdən onun yeganə əsas düşmənini vurması üçün olan yeganə vasitəsini məhv eləməyini istəsələr, heç bir dövlət bunu qəbul eləməz. Yəni Azərbaycan da qəbul eləməz, nə bilim Amerika Birləşmiş Ştatları da qəbul eləməz, İsveç də, Norveç də qəbul eləməz. Yəni belə bir şey çox nonsens idi və mən düşünürəm ki, məhz bu tələbdən və hətta bu tələb qəbul olunsa belə böyük ehtimal başqa tələblərin də gələcəyin faktını nəzərə alanda İranın bu müharibədən yayılması sadəcə mümkün deyildi. O qədər günün sonunda dediyim günün sonu gəldi. Mən bu sözdən çox tez-tez istifadə edirəm. Bir dəfə şərhdə gəlmişdi, YouTube-da tənqid edirdilər. Yəni əvəz eləmək lazımdır, bilmirəm nə edeyim. Mossad sənə sui-qəsd eləsə təəccüblənmərəm. O qədər önəmli deyiləm. Yəni mənə qədər mənim dediklərimi onsuz da deyən çox da etibarlı, çox da populyar, çox da ciddi şəxslər var.
Düsseldorf məhkəməsində hüquqi bariyer aradan qalxıb. 2023-cü ilin dekabrında da Düsseldorf məhkəməsi 2022-ci ildə Bochum şəhərində sinagoqa qarşı həyata keçirilən hücum cəhdi ilə bağlı hökm oxudu. Sepahın əli olduğu isbatlandı. Bu baxımdan ayının qərarı tam legitimdir və qərarı daşımır. Yəni deyək ki, Sepah kəşfiyyat işi olaraq bunu eləyib, onda Mossad da məsələn terror təşkilatı elan etmək lazımdır. Onda İsrailin də bütün əməliyyatları, yəni ümumiyyətlə dünyadakı bütün kəşfiyyat orqanları da terror təşkilatı elan olmalı. Yəni mən ona görə deyirəm ki, terror sözündən dərinə gedəndə bütün dövlətlərin elədiyi terror əslində. Yəni öz siyasi məqsədlərinə çatmaq üçün, öz siyasi hegemoniyanı qurmaq üçün, avtoritetini qurmaq üçün, zorakılıqdan yaxud zorakılıq təhdidindən istifadə, yəni bütün dövlətlərin elədiyi bir şeydir. Ona görə mən deyirəm ki, Sepah bir dövlətə aid olduğu üçün ona terror təşkilatı deməyin çox da mənası yoxdur. Qeyri-dövlət unsurlara terror təşkilatı deyirik ki, onların legitimliyi yoxdur bu zorakılıq aktlarını törətməyə, amma digər bütün dövlətlərin onsuz da zorakılıq törətməyə legitimliyi var. Kəşfiyyat qurumları ilə, hüquq mühafizə orqanları ilə, orduları ilə, yəni bunlar onsuz da törədirlər. Məsələn, Amerika Birləşmiş Ştatları bugün İranda zorakılıq törədir. İsrail zorakılıq törədir. Biz terror təşkilatı demirik ki, deyənlər var, ona sözüm yox. Amma mən demirəm, mən hər hansı tərəfə terror təşkilatı ifadəsini işlətməyə qarşıyam. Qeyri-dövlət unsurları işlətməyə olar bəlkə, çünki onlar dövlət kimi yox, yalnız təşkilat kimi terror törədirlər və buna görə terror təşkilatı demək olar. Ya deyirəm ki, hamısına terror təşkilatı deyək, hər şey terror təşkilatı deyək, ya da heç birinin terror təşkilatı deməyək. Anarxistlər hər şey terror təşkilatı deyirlər. Deyirlər ki, dövlət terror aparatıdır. Dövlətçilər isə düşmənlərinə terror təşkilatı deyirlər. Mən də deyirəm ki, obyektiv yanaşsaq, real insan kimi yanaşsaq, dövlət kimi yanaşmasaq, ya hamısı terror təşkilatı, ya da heç bir terror təşkilatı deyil. Yəni mən onu deyirəm, yoxsa kim nə edib onun davasında deyiləm. Sonda hansı tərəf daha çox peşman olacaq? Gözə gördünüz. 56 dəqiqə danışıram və çox intensiv söhbət oldu. Ona görə biraz dilim dodağım qurudu. Sonda nə olacaq? Mən pessimistəm. Mən düşünürəm ki, kapitalizmin yaşadığı müddətcə İsrailin bu regiondakı hegemoniyası qırıla bilməz. Çünki bütün əsas kapitalist mərkəzlər, bütün mərkəz dövlətləri, Avropa Birliyi, NATO, hətta Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, bütün solçuların idarə etdiyi, sağçıların idarə etdiyi, sosial-demokratların idarə etdiyi, liberalların idarə etdiyi, Şərqi Avropa, Qərbi Avropa, Rusiya, Şimali Amerika, bütün mərkəz dövlətləri, bütün bu dünyada Wallersteinçi nəzər edən mərkəz dediyimiz dövlətlər İsrailin yaxın şərqdəki hegemoniyasına o və ya bu səviyyədə dəstək olur. Norveç iqtisadi dəstək olur. Norveçin neft fondu İsrailə xeyli sərmayə qoyub. Bəziləri hərbi dəstək olur, bəziləri siyasi, ictimai dəstək olur. Akademiyada dominasiya var, mətbuatda dominasiya var, ictimai fikirdə dominasiya var. Məsələn, Azərbaycanda belə mənim mövqeyində olan insanların sayı çox daha azdır, nəinki digər mövqeydə olan insanların sayı. Yəni bu dominasiyanın mən qırıla biləcəyini düşünmürəm. Amma bu dominasiya İranda rejim dəyişikliyinə və İranın bir təhdid kimi tamamilə yoxa çıxmasına gətirib çıxarda bilərmi? İlk gün hə deyirdim buna, amma indi 3-cü gün tamamlanır artıq və düşünürəm ki, əməliyyat plan İsrailin və Amerika Birləşmiş Ştatlarının istədiyi kimi getmir. Ona görə də bu dəqiqə o qədər əmin deyiləm. Bəlkə də onların istədikləri hədəflərə çatılmayacaq. Mossad üçün etməmələri Sepahın terror təşkilatı olmadığı mənasına gəlmir. Hüquqi əsaslandırma var klassik təsnifat baxımından. Mən yenə deyirəm, mən düşünürəm ki, Sepahın elədiyi terrordur, Mossadın elədiyi terrordur, Rusiya dövlətinin elədiyi terrordur, Norveç dövlətinin öz vətəndaşlarına elədiyi polis xidməti, jandarma xidməti, hər cür hüquq mühafizə orqanı xidməti dövlətin əlindəki legitim terror vasitələridir. Yəni, mən deyirəm ki, bu ifadənin mənasızlığı ondan gəlir ki, dünyada bunu eləyən legitim və qeyri-legitim qüvvələr var. Yalnız dövlət olmayan qüvvələrə bunu deyəcəksə, okey, bundan razılaşıram. Amma həm də istəmədiyimiz, xoşlamadığımız dövlətlərin hüquq mühafizə orqanlarına, kəşfiyyat orqanlarına, ordularına bunu işlədəcəksə, burada çox ciddi bir problem yaradır. Çünki məsələ tamamilə subyektivləşir. Mossad, mən Mossada deyirəm, sən Sepaha deyirsən, nə bilim, biri MİT-ə deyir, biri DTX-yə deyir, biri KGB-yə deyir, biri CIA-yə deyir. Yəni bu çox, necə deyim, mənasız bir müzakirəyə dönür. Mən ona görə deyirəm ki, mən ya deyirəm ki, ya hər şeyə deyək ki, onsuz da hər şey terrorçı heç terror deyil. O məşhur söhbətdə hamı varlıdırsa heç kim varlı deyil də. Çünki
ortada bir müqayisə eləyəcək nöqtə qalmır. Ona görə deyirəm ki, bu ifadənin gündəlik müzakirələrdə istifadə olunması mənə mənasız gəlir. Dövlətlər istifadə edirlər, dövlətlərə yaxın insanlar və ya onların fanatikləri istifadə edirlər, eləsinlər. Amma mən terror sözünü negativ və ya pozitiv mənada istifadə etməyim normal qəbul etmirəm. Yəni hamı, bütün dövlətlər və bütün silahlı qeyri-dövlət strukturları terrorla məşğuldur onsuz da. Yəni ya hamısına deyə, ya heç birini deməyə, hamısına da desə, heç birini deməsək, bu sözün çox da mənası qalmır. Hüquqi əsaslandırmaların hüququn doğru yaxud yanlış tətbiqinin artıq ciddi bir əhəmiyyəti yoxdur. Buna artıq ABŞ-də etiraf edir. Bu səbəbdən də məsələni hüquqi çərçivədə şərh etmək düzgün deyil. Yəni onsuz da hüquqla mən gündəlik həyatımı müəyyən edə bilmərəm. Hüquq çox dinamik, çox dəyişkən və yalnız vaxtdan vaxta yox, həm də yerdən yerə dəyişən bir şeydir. Norveçdə yaşayıram mən, Azərbaycan vətəndaşıyam. Azərbaycan hüququ bir şey deyir, Norveç hüququ bir şey deyir. Narkotikdən istifadə burada başqa cür cəzalandırılır, orada başqa cür cəzalandırılır. Hollandiyada cəzalandırılmaya da bilir. Mən qarşıyam şəxsən. Yəni mənim üçün narkotik pisdir. Bu Hollandiyada da olsam pisdir. Azərbaycanda da olsam pisdir. Bu 2026-cı ildə də olsam pisdir. 1926-cı ildə olsam da pisdir. Bu mənim üçün pisdir. Hansı məhkəmə, hansı parlament o gün bunu hüquqi cəhətdən necə təsnif elədi? Bu məni çox maraqlandırmış. Yəni məsələn, Hindistanda həyat yoldaşını döymək hüquqidir. Yəni insan hüquqi deyəndə ki, cinayət deyil. İnsanlar öz həyat yoldaşlarını döyə bilərlər. Amerikada döyə bilməzdir. Norveçdə döyə bilməzdir. Bəzi ölkələrdə uşağını vura bilərsən, bəzi ölkələrdə vura bilməzsən. Bəzi vaxtlarda məsələn 1995-ci ildə getsən, 1996-cı ildə getsən, arvadını ya da uşağını döyə bilərsən, 2026-cı ildə döyə bilməzsən. Yəni hüquq, hadisələrə hüquqi yanaşma dövlətlərdə, tarixlərdə andan ana dəyişən şeylərdir. Bəzi dövlətlərin, hətta bəzi regionlarına, federal dövlətlərdə dəyişə bilən bir şeydir. Yəni mən bunu əsas götürüb həyatımı bunun üstündə qura bilmərəm. Yanaşmalarımı, öz subyektiv əxlaqımı bunun üstündə qura bilmərəm. Ona görə də mən istər-istəməz başqa cür baxmalıyam hadisələrə və başqa yanaşmalarla. Təbii ki, yaşayışımda hüququ pozmamağa çalışıram. Gedib terror törətmirəm təbii ki. Gedib, nə bilim, kimisə döymürəm, zorakılıq eləmirəm. Amma mənim üçün insanın həyat yoldaşına zorakılıq tətbiq eləməsi indi də pisdir, keçmişdə də pisdir. Azərbaycanda da pisdir, Norveçdə də pisdir. Hindistanda da pisdir, Çində də pisdir. Yəni mən buna uyğun qura bilmərəm həyatımı. Onda gəlsin bir də Hindistanlı desin ki, məndə uşaq döymək okeydir, məndə arvadımı döymək okeydir, mən döyəcəm. Yəni belə həyat yaşaya bilməliyik ki, öz subyektiv əxlaqımızı, hadisəli yanaşmalarımızı hansısa məhkəmənin qərarına, hansısa parlamentin qərarına uyğunlaşdıra bilmərik. Yəni təbii ki, özümüz yanaşacaq. Maraqlandırmalıdır. Yox qardaş, mən dövlətlərin və məhkəmələrin mənim gündəlik həyata necə yanaşmağıma, siyasi yanaşmalarıma, ictimai yanaşmalarıma müdaxilə etməsini istəmirəm. Yəni mənim öz yanaşmam var. Mən İsrailin hegemon olduğunu düşünürəm və İsrail hegemoniyasına qarşı döyüşən qüvvələrin indiki dövrdə, indiki regionda, indiki mühitdə antisemitist olmadığı müddətcə, yəni antisemitist olmadığı deyəndə antisemitist hərəkətlər eləmədiyi müddətcə dəstəkləyirəm. Yəni mən düşünürəm ki, İsrail zəiflədilməlidir. İsrailin hegemoniyası qırılmalıdır. İsrail məğlub olmalıdır. İsrail Livanda məğlub olmalıdır. İsrail Fələstində məğlub olmalıdır. İsrail Suriyada məğlub olmalıdır. İsrail İsraildə məğlub olmalıdır. İsrail İranda məğlub olmalıdır. İsrail gücdə olduğu, təsir gücünə sahib olduğu, işğal elədiyi, hegemoniya qura bildiyi, avtoritet qura bildiyi, dominasiya qura bildiyi hər yerdə, hər formada, hər sahədə məğlub olmalıdır. Akademiyada məğlub olmalıdır, ictimai fikirdə məğlub olmalıdır, iqtisadi olaraq məğlub olmalıdır. Yəni mən bunu düşünürəm, buna inanıram. Xüsusilə 2023-cü ildən sonra. Sabah Norveç məhkəməsi desə ki, belə düşünmək olmaz, mən yenə düşünəcəm. Sabah desələr ki, sənin bu dediklərin cinayətdir, mən yenə bunu deyəcəm. Yəni, məsələn, Azərbaycan hökuməti məni indiyə qədər 2 dəfə həbs edib, inzibati qaydada. Birinci həbsim polisə müqavimət və karantin qaydalarının pozulması 2020, ikinci həbsim karantin qaydalarının pozulması 2021-ci il. İkisi də etiraz aksiyasında iştirakıma görə quraşdırılmış maddələr idi. Polisə müqavimət göstərməmişdim, orası elədir. Yəni, hətta deyəndə ki, keç filan yerə, keç binaya daxil ol, maşına əyləş, nə bilim. Yəni, qarşısına alandan etirazın, ona da çox müqavimət göstərməmişdim. Karantin qaydalarını pozmuşdum mu, müzakirələndirmək olar. Amma mənim üçün bu,
O vaxt da düzgün hərəkət idi, bu gün də düzgün hərəkətdir. Yəni mən Azərbaycan hüquq sisteminin, parlamentinin, yaxud da məhkəmələrinin nə cür yanaşmasını öz həyatıma birbaşa dominant eləyə bilmərəm. Yəni öz həyatıma o cür yanaşa bilmərəm. Öz siyasi fikirlərimi, ictimai fikirlərimi, öz şəxsi əxlaqımı, subyektiv əxlaqi yanaşmamı onun üstündə qura bilmərəm. Belə şey nonsensdir mənim üçün. Bəli, çox maraqlıdır. Danimarka, İsveç və ən əsasında Norveç heç də Amerika, İsrail kimi düşünmür. Bəli, Skandinaviyanın, xüsusən Norveçin xarici siyasəti digər qərb dövlətlərinə nisbətdə İrlandiya, İspaniya xaric müəyyən qədər daha yaxşıdır. Həm Qəzza, Fələstin mövzularında, həm indi İran-İsrail münaqişəsi fonunda. Bunun bəzi səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, bu regionlar tarixən solun, sosial demokratiyanın çox güclü olduğu regionlardır. Yəni bu regionlarda tarixən 20-ci əsrdə, 19-cu əsrin sonlarında bu qüvvələr həmişə çox güclü olub, xalq həmişə ora meyl edib. Yəni buradakı ultra sağçı partiyalarda, buradakı sağçılar da digər qitə Avropasındakı sağçılar kimi, Azərbaycandakı, Türkiyədəki sağçılar kimi deyirlər. Yəni daha soldadılar istər-istəməz qlobal müqayisədə. Eyni zamanda Norveçin özünün neft-qaz ehtiyatları var deyə heç bir dövlətdən neft-qaz alacağı verəcəyi yoxdur. Ona görə də ehtiyacı yoxdur. Neftə qaza o cəhətdən heç bir asılılığı yoxdur, daha müstəqildir. Həm də Avropa İttifaqının üzvü olmadığı üçün xarici siyasət mövzularında da digər o 27 dövlətli Avropa İttifaqı ki, konsensus əldə edir, yaxud da səs çoxluğu əldə etməli olur xarici siyasət mövzusundakı addımlarında Norveçin belə bir asılılığı da yoxdur, nə siyasi, nə hüquqi cəhətdən. O cəhətdən daha müstəqildir, daha rahatdır. Təbii ki, çox problemli yanları var. Yəni demirəm ki, Norveç süddən çıxmış ağaşıqdır. Norveç dövlətini mən sevirəm. Onların yanaşmasını öz yanaşmam kimi qəbul edirəm. Belə bir şey qətiyyən yoxdur. Çox problemli hələ də yanaşmalar var. Məsələn, mənim oxuduğum universitet Oslo Universitetidir və digər Norveç universitetlərinin ciddi hissəsi İsrailə akademik embargo qoyub və onlar İsrail universitetləri ilə və İsrailin elmi akademik institutları ilə bütün əlaqələrini kəsiblər. Amma Oslo Universitetində bu heç cür qəbul olunmur. Yəni orada kiçik bir komitə var Oslo Universiteti ilə bağlı bu qərarları qəbul edən. Orada səs birliyi yaranmır. Ona görə də əlaqələrini kəsmirlər. Mən bunu tənqid edirəm. Yaxud Norveç dövləti nə qədər sözlü formada qınasa da İsrail ilə bütün hərbi və iqtisadi əməkdaşlığını dayandırmır. Mən bunu qınayıram, tənqid edirəm. Yəni o cəhətdən daha yaxşıdırlar digər qərb dövlətlərindən, amma ən yaxşı, yəni mümkün olan ən yaxşı vəziyyətdə qətiyyən deyirlər. Xeyli uzaqlar. Yəni Amerika Birləşmiş Ştatları bu mövzudakı şər-xeyir spektrumunda sıfırdadırsa, yəni ən şər qüvvətsə, İngiltərə 20-30'dur. Norveç də ən yaxşı halda 50-60'dır, yəni 100'ə yaxın deyil. Dediğin yerlərdə məğlub olsa İran terror rejimi qalib gələcək. Yəni mən onsuz da birincisi, mən düşünmürəm ki, İsrail məğlub olacaq. Bir arada dediyim kimi, mən kapitalizm davam edəcək, qərbin dominasiyası davam edəcək, hansı ki kapitalizm davam edəcək, mən İsrailin məğlub ola biləcəyinə inanmıram. Yəni bu nonsensdir ki, İran birdən İsraili məhv eləsə, İran olacaq hegemon. Belə bir şey yoxdur. İran heç vaxt İsraili tamamilə məhv eləməyəcək. İsraili məhv elətdirməzlər. Amma biz istəyirik ki, məğlub olsun. Çünki zəiflədilməlidir. Yəni məhv olmasa belə zəiflədilməlidir və mən inanmıram ki, biz yaşadığımız həyat boyunca, canlı olduğumuz həyat boyunca İsrailin zəiflədildiyini, məğlub edildiyini görəcəyik. Belə bir şey inanmıram. O cəhətdən indi mən bunu danışım ki, birdən İran dominant olsun, ona da qarşı çıxacağam. Sabah İran hegemon olsun, ona da qarşı çıxacağam. Oysa mən İran hökumətinə qarşıyam. Mən İranda daha başqa bir hökumət qurulmasını, demokratik, daha azadlıqçı, insanlara daha çox siyasi iştirak haqqı verən, ictimai həyatına daha az müdaxilə edən bir hökumət qurulmasını istəyirəm. Amma bunun İsrailin əli ilə qurulmasını istəmirəm. Amerika Birləşmiş Ştatlarının zoraki əli ilə, hərbi müdaxiləsi ilə qurulmasını istəmirəm. Yəni məsələ bundan ibarətdir. Və mən düşünmürəm ki, belə bir şey mümkündür. Ona görə də məğlub olmayacaq İsrail. Mən istəyirəm sadəcə. Mənim mövqeyim bundan ibarətdir. Məğlub olmayacaqsa zəiflədilməsini istəyirəm və ona qarşı olan qüvvələri əxlaqi cəhətdən dəstəkləyirəm. Mən sabah, indi 24 yaşım var mənim, təzəliyici oldu. 44 yaşım olacaq inşallah. 64 yaşım olacaq, yəni ölməsəm, başıma bir şey gəlməsə. O günlərdə İsrail daha güclü olacaq. İsrailin yaxın şərqdəki dominansiyası indikindən daha böyük, daha geniş, daha oturmuş olacaq. Amma mən çıxıb deyə biləcəm ki, qardaş, mən o vaxt canlı yayım açırdım, İsrailə məğlubiyyət arzulayırdım. Status yazırdım, İsrailin uduzmasını istəyirdim. Tweet yazırdım, İsrailin məğlub olmasını istəyirdim. Mən bunları deyirdim. Mənim için rahatdır. Mən bu İsrailin hegemoniyasının qurulmasına
su daşımamışam. Yəni olovu su daşımaq ifadəsi var. Qarışqa su daşıyır, deyirlər ki, sənin daşıdığın su ilə nə olacaq? O da deyir ki, tərəfimi bəlli edirəm. Yəni mən də tərəfimi müəyyən edirəm burada ki, mən həyatımın heç bir hissəsində, xüsusilə 2023-cü ildən sonra bu İsrailin əsas zorakı mərhələsinin son illərdəki ən zorakı mərhələsinin başlamasından sonra, qətliamı törətdiyi günlərin başlamasından sonra mən heç bir İsrailin addımına heç bir formada dəstək verməmişəm. Bilərək, bilməyərək, istəməyərək, şuurlu formada olmadan necəsə onların hegemoniyasına nəsə bir xidmətim olubsa, yəni özümü tənqid edirəm. Amma bilərək, şuurlu formada bunu eləməmişəm və içim həmişə bu cəhətdən rahat olacaq ki, mən bunda iştirak eləməmişəm. 2500 ildir İran kimi hücum edib. Hətta Türkiyə özü belə dedi ki, heç vaxt İranla müharibə etməmişik, torpaq məsələsi yoxdur. Yəni əslində İrandır, Çindir, Hindistandır. Bu dövlətlər tarixən həmişə idarə elədikləri torpaqları öz mədəniyyətlərinin içinə sala biliblər, öz əhatə dairələrinə sala biliblər, öz dillərini, dinlərini, mədəniyyətlərini həmin torpaqlara tamamilə inteqrasiya edə biliblər deyə. Əslində Hindistan, Çin və İran dövlətlərinin tarixdə kimisə işğal etdiyi case çox azdır. İran axırıncı dəfə 2300 il əvvəl zat kimisə işğal edib. Yəni ona görə demək olar ki, İran, Çin, Hindistan bu dövlətlər işğalcı xarakterə sahib dövlətlər deyillər. Yəni məsələn indi Çindən bağlı bir söhbət var ki, Çin də böyüyəcək, oranı işğal edəcək, buranı işğal edəcək. Çin indiyə qədər yəni işğal edibsə haransa, indiki Çin ərazisi haransa işğal eləmiş sayılırsa, əsasən öz mərkəzinə, öz mədəniyyətinə inteqrasiya edə bilib. Ona görə də artıq ora tarixən Çin sayılıb. Yəni ona görə də işğalçı xarakterə sahib dövlət demək olmaz. Hə, indi Şərqi Türkistan, Sincan bölgəsində Uyğurlara qarşı etnik ayrı seçkiliyi var, amma tarixən ora həm də Çinin də bir parçası olub. Yəni tamamilə müstəqil idi və 1949-dan sonra yalnız işğal olundu demək olmaz. Etnik ayrı seçkiliyi var təbii ki və hüquqları tapdalanır oranın ciddi, amma işğalçı siyasət demək olmaz. Bu daha çox etnik ayrı seçkiliyici və təzyiq siyasətdir. Demək artıq 70 dəqiqə oldu. Rejim dəyişikliyi uzun sürən proses olacaq, bəlkə də illər alacaq. Onu bilmirəm, yəni mən həmişə deyirəm bunu, hərbi ekspert deyiləm mən qətiyyən. Heç bir formada bu kateqoriyaya iddia edə biləcəyi heç bir bazam yoxdur. Belə bir təhsilim yoxdur. Mənim təhsilim Bakı Dövlət Universitetinin şərqşünaslığında bakalavr eləmişəm. İndi Oslo Universitetinin yaxın şərq üzrə araşdırmalarında magistr edirəm, amma hər ikisi Türkiyə fokuslu olub və mənim əsas təhsilim, təbii ki, mən indi xüsusilə Oslo Universitetinə gələndən sonra Türkiyə mənim dərslərimin 3/1-ni təşkil edir. Baxmayaraq ki, mənim fokusum, mənim təhsilimin mərkəzi Türkiyə ilə bağlıdır. Yalnız dərslərimin 3/1 və tapşırıqlarımın da 3/1 bunu əhatə edib və İrandan bağlı da mən məqalə yazmalı olmuşam, paper deyilən. Mərakeşdə oxumuşuq, Yəməndə oxumuşuq və dərslər keçmişik. Yəni mənim yeganə sahəm siyasi, ictimai, mədəni mövzuda şərqşünaslıqdır və əsas fokusu Türkiyədir. Mənim hərbi proseslərlə, hərbi əməliyyatlarla bağlı dəqiq nəsə proqnoz vermək, dəqiq nəsə demək qabiliyyətim yoxdur. Oxuduqlarımdan bir məna çıxardıb bəzən nəsə yazmışam, nəsə demişəm, amma həmişə ən az bir dəfə, əsasən daha çox bunu demişəm ki, mənim hərbi ekspert kimi bir iddiam yoxdur, təcrübəm yoxdur, belə bir bazaya sahib deyiləm, belə bir kateqoriyaya iddiam yoxdur və nə deyirəmsə də yalnız Rüstəm İsmailbəyli olaraq bir 24 yaşlı bir Azərbaycan vətəndaşı, bir tələbə, bir ictimai fəal müəyyən səviyyədə şəxsən deyirəm, yəni bunu qətiyyən ekspert kimi demirəm. Nəsə, əslində normalda indi 15 izləyici var canlı yayında, bu qədər izləyici olanda daha çox sual və müzakirə olurdu şərhlərdə, bu dəfə daha zəifdir. Başqa bir sual varmı, yoxdursa yavaş-yavaş yekunlaşdıra bilərəm. Yəni mən öz deyəcəklərimi təxminən məncə dedim hamısını. Biraz da gözləyin başqa sual varmı deyə. Maşallah adamı fərq edə biləcək. Çox sağ olun, mən minnətdarım. Sizə daim uğurlu. Çox sağ olun. Onda yavaş-yavaş yekunlaşdıraq artıq.
1 saat 15 dəqiqəyə 75-ci dəqiqənin sonuna gəlirik. Mən deyəcəklərimi dedim. Məncə, yəni başqa bir deyəcəyim çox bir şey qalmadı. Şərhlərə görə də çox minnətdaram. Müzakirəyə görə. Təşəkkürlər baxan hər kəsə, izləyən hər kəsə təşəkkür edirəm. Şərh yazan hər kəsə çox minnətdaram və daha sonra YouTube-dan izləyəcək insanlara da çox minnətdaram və Facebook-dan, Lent yayımda izləyəcək hər kəsə çox təşəkkür edirəm. Ara bir yayımlara davam edəcəm. Əslində daha sıx, daha intensiv yayımlar eləyəcəkdim, amma müəyyən səbəblərdən eləyə bilmədim. Amma xüsusilə aprel ayından sonra, indi universitetlə bağlı məsələlərə görə biraz axsadı. Aprel ayından sonra xüsusilə həftədən az bir dəfə olmaqla canlı yayımlara davam eləyəcəm və daha sonra YouTube kanalına əlavə eləyəcəm Lent halında. Çox sağ olun, çox minnətdaram, təşəkkürlər. Hələlik, axşamınız xeyir.